Sabahınız xeyir olsun. 12 Mart 2026-cı il tarixidir. Eləcə də həftənin 4-cü günü, cümə axşamı günüdür. Ramazan ayının 22-ci günüdür. Ramazan ayının 22-ci günündə də kimlər niyyət edib oruç tutublar. Allah qəbul etsin oruçlarını, niyyətlərini. Amin inşallah. 12 Mart gündə kimlər işləri arxasınca gedib, iş yerində işləri ilə çalışırlar, evdə işləri ilə çalışırlar. Onların hər birinə can sağlığı, iş avadlığı, bol ruzi, bərəkət hər birimizə arzu edirəm bugünkü gündə. Bununla yanaşı 12 Mart günündə kimlər təhsili ilə məşğul olur, məktəblər, orta ixtisas, ali məktəb tələbələrinə zehin açıqlığı, can sağlığı, iş avadlığı arzulayıram. Qarşılarına qoyduqları məqsədlərə, hədəflərə çatmalarını arzulayıram. Həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzulayıram. Bununla yanaşı 12 Mart günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 12 Mart günündə kimlərin xəstələri var. Allahdan şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, hər birini salamlayıram. Hər birinə bugünkü gündə xoş bir gün keçirmələrini arzulayıram. 12 Mart gündə kimlər ad gününü, şad gününü qeyd edir. Hər birini bu münasibətlə təbrik edir. Can sağlığı, eləcə də yeni yaşlarının düşərli olmalarını arzulayıram. Bununla yanaşı 12 Martda da tarixi günlər vardı. Onlardan biri də 12 Mart Daxili Qoşunlar günüdür və bu münasibətlə daxili qoşunları təbrik edirəm. Can sağlığı, uzun ömür, işlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. 12 Mart 1894-cü ildə isə deməli Coca-Cola'nın ilk dəfə şüşədə satılmağa başladığı gündür. 12 Mart 1881-ci ildə Fransa Tunisi işğal etdiyi gündür. 12 Mart 1922-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu ZSFSR-in təşkil edildiyi gündür. 12 Mart 1985-ci ildə Türkiyənin Kanadadakı səfirliyinə hücum edən erməni terrorcuları mühafizəçini öldürüb 4 nəfər əməkdaşı girov götürdükləri gündür. 12 Mart 1986-cı ildə İspanlar referendumda ölkənin NATO-da qalmasına səs verdikləri gündür. 12 Mart 1999-cu ildə Çexiya, Polşa və Macarıstan NATO-ya qəbul edildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.